Herkese salam, mən Əminə Mustafayeva. Bugün sizinlə ixtisas seçimi müddətini və ixtisas seçimi cavabları açıqlandıqdan sonra yaşadığım hissləri səmimi şəkildə bölüşmək istəyirəm. Mən 2025-ci il qəbul imtahanlarından 618,8 bal toplayaraq Qarabağ Universitetindən Tibb və Sağlamlıq Elmləri Fakültəsindən tibb ixtisasına qəbul olmuşam. Əslində sözün düzünü desək, mən ixtisas seçimi zamanı 1-ci sırada ATUNu, 2-ci sırada Qarabağ yazmışdım və 70% əmin idim ki, ATUya qəbul olacağam və hətta bu ixtisas kodlarının ilk 3 rəqəmini əzbərləmişdim, həm ATUN üçün, həm də Qarabağ üçün. Nəticələr axşam saatları elan oldu. Təqribən saat 10-11 arası idi və həqiqətən çox həyəcanlıydım. Hətta evdəkilər bu cavablar açıqlananda videomu çəkirdilər. Bizə məlumat SMS vasitəsilə gəlmişdi ki, hansı universitetə qəbul olmuşuq və orada ilk 3 rəqəmli kodu gördüm. Səhv eləmirəmsə 154 ilə başlayırdı və həmin kod da Qarabağın koduydu. Əslində kodu görəndə ilk öncə biraz məyus oldum, çünki heç düşünmürdüm ki, bura qəbul olacağam. Bakını düşünürdüm. Amma müddət keçdikcə və Qarabağa gəlməyim yaxınlaşdıqca içimdə bir ümid yarandı ki, bu mənim üçün çox xeyirli bir seçimdir. Artıq demək olar ki, 8 aydır Qarabağdayam və Qudsevdəyəm və burada olduğumdan çox məmnunam. Əgər biri mənə gəlib desə ki, sənin şansın var ATUya və yaxud da Naxçıvana, mən bunu heç vaxt qəbul eləmərəm. Çünki Qudsevin mənə verdiyi təhsil sistemi, müəllimlərimin səmimiyyəti, qayğısı həddindən artıq çox önəmlidir mənim üçün və bunu heç bir qərarı dəyişmərəm. Fakültəmiz artıq bizə bu 8 ay müddətində o qədər doğma olub ki, bizim hətta dərs aralarında bəzən 3 saat, 5 saat fasilələrimiz olur. Biz o müddətdə yataqxanaya deyil də, gəlmək deyil də, hətta fakültədə qalıb zamanımızı orada keçirtməyi, orada növbəti günün dərslərinə hazırlaşmağı üstün tuturuq. Yekunda onu demək istəyirəm ki, balımın ATUya çatmayıb Qudsevə qəbul olmağımdan o qədər məmnunam ki, yəni heç vaxt balınızın bir yerə çatmamağından məyus olmayın. Əgər bir şeyə balınız çatmırsa, digər bir ikinci seçim sizə böyük bir şans, böyük bir ümid ola bilər. Deyəcəklərim bu qədər idi. Növbəti videolarda görüşən qədər hələlik.